Uzun illər Qarabağımızı azad görmək xəyalları ilə yaşadıq. Hər bayramda, hər xoş günümüzdə Qarabağa azadlıq arzulayar, bir gün o torpaqlara yenidən qayıdacağımıza, yenidən ayaq basacağımıza əmin idik. Həmin gün yetişib, Ali Başkomandan çoxdan gözlədiyimiz irəli əmrini verdiyi zaman isə Azərbaycanımızın igid oğlanları bir an belə fikirləşmədən irəli atıldı. Belə oğullarımızdan biri də şəhid Ağayev Salih Nurəddin oğlu idi. Salih 1992-ci il aprel ayının 30-da Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. Ağayrı kənd orta məktəbində təhsilinə başlayan Salih, təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanır. Xidmət zamanı hərbiçi olmağa qərar verən Salih, komandirlərindən hərbiçi həyatının bütün sirlərini öyrənir. Xidməti başa vurduqdan sonra isə müvafiq kursları keçərək yenidən ordu sıralarına qatılır və xüsusi təyinatlı qüvvələrin sırasında xidmət etməyə başlayır. İkinci Qarabağ müharibəsinin başladığı gündən irəli atılan Salih, sözün həqiqi mənasında əfsanəvi döyüş yolu keçir. Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənən Salih, hamıdan irəlidə düşmənin üzərinə atılar və məhv edərmiş. Döyüş yoldaşları Salihin gözündə bir dəfə belə qorxu görmədiyi deyə onu xatırlayar, onun döyüş əzminin onları da həvəsə gətirdiyini deyirlər. Salih oktyabrın 12-sində Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən, düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olur. Ölümündən sonra Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə Vətən uğrunda medalları və Azərbaycan bayrağı orden ilə təltif edilmişdir. Şəhid Ağayev Salih Nurəddin oğlu Biləsuvar rayonu Günəşli kənd qəbirstanlığında dəfn edilmişdir.